deyim ki, həqiqətən artıq cərrahiyyədə kiçik kəsik, hətta kəsiksiz cərrahiyyə dövrü başlayıb. Bu notes dediyimiz bir texnik var. Natural orifice'lər, yəni natural orifice dediyimiz bədənin hansı ki xariclə əlaqəsinin olduğu yerlərdən, ağız boşluğudur, anal dəlikdir, qulaqdır. Buralardan girərək biz əməliyyatlar icra eləməyə başlayırıq və bu notes texniyi dünyada artıq kəsiksiz cərrahiyyə dövrünün başlanğıcı olmuşdur. Əslində cərrahiyyə çox böyük yol qət edib bəşəriyyətin bu gəldiyi müddətdə və cərrahiyyədə ilk dövrlər təbii ki, böyük kəsik dövrü vardı və böyük kəsik dövründə hətta belə bir termin vardı ki, böyük cərrah böyük kəsər. Amma illər keçdikcə 70-ci illərin ortalarından başlayaraq artıq cərrahiyyədə kiçik kəsik dövrü başladı və düşünün, böyük bir kəsiklə icra olunan əməliyyatlar artıq bu dövrdə minimal invaziv yanaşmalarla, istər endoskopik, istər laparoskopik, istər robotik yöntəmlərlə, kiçik kəsiklərlə daha başarılı şəkildə icra olunur. Çünki kiçik kəsik demək, kiçik travma deməkdir və bədənin ağrını az hiss etməsi deməkdir, xəstənin reabilitasiya müddətinin qısa olması deməkdir. Eyni zamanda da o kiçik kəsiklərlə biz daha böyük və daha onkoloji əməliyyatları daha az travmatik şəkildə icra eləyə bilirik və deyim ki, həqiqətən artıq cərrahiyyədə kiçik kəsik, hətta kəsiksiz cərrahiyyə dövrü başlayıb. Bu notes dediyimiz bir texnik var. Natural orifice'lər, yəni natural orifice dediyimiz bədənin hansı ki xariclə əlaqəsinin olduğu yerlərdən, ağız boşluğudur, anal dəlikdir, qulaqdır. Buralardan girərək biz əməliyyatlar icra eləməyə başlayırıq və bu notes texniyi dünyada artıq kəsiksiz cərrahiyyə dövrünün başlanğıcı olmuşdur.